Ey Allah bəndələri, Allahdan çəkinin. Əcəliniz çatmamış əvvəl ibadət etməyə çalışın. Mütləq köçəcəksiniz. Köçməyə hazırlaşın. Kölgəsi üstünüzə düşüb ölümə hazır olun. Sizi səsləyən kimi oyanan, dünyanın məskən ediləcək yurdu olmadığını anlayıb, onun yerinə ahirəti ələ alan bir cəmiyyət olun. Çünki nöqsan sifətlərdən münəzzəh olan Allah sizi boş yerə yaratmayıb, öz başına da qoymayıb. İçinizdən hər kəs üçün cənnət və cəhənnəm arasındakı qonaq evi ölümdür ancaq. Bir göz qırpımı qədər zamanda sonu yaxınlaşdırmadadır. Həyatı söküb dağıtmadadır. Ömür çox qısa sayılsa, yeri var. Hələlik görünməyən bir şey var. Amma gecə ilə gündüz gəlib keçdikcə onu gətirmədədir. Elə zənn edin ki, artıq gəlib çatmışdır. İstər qurtuluş, istər murada çatmaq müjdəsi, istərsə də yamanlıqla gəlsin, onu hazırlanmaq gərəkdir. Dünyada elə şeyləri yığın ki, sabah sizi ondan qoruya bilsin, qurtara bilsin. O yığdığınızı özünüzə azuqə edin. Rəbbindən çəkinən, qorxan bəndə odur ki, nəfsinə öğüd versin. Tövbəni göz önünə alsın. Şəhvətinə üstün gəlsin. Çünki əcəl çağı bəndədən gizlidir. Diləyi onu aldadar. Şeytan ona vəsvəsə edər, üstünə mindirib aparmaq üçün günahı bəziyib ona gözəl göstərər. Bugün sabaha qoya-qoya tövbəni dala atar. Birdən ən qafil haldaykən ölüm haqlarını. Qəflətlə yaşayan necə də ziyana düşər. Ömrü, həyatında etdikləri dəlil kimi bir-bir ona göstərildikcə necə də yanıb yaxılar. Ömrünü nə ilə keçirdin soruşulduqda, onu yamanlığa çalmış günlərini xatırladıqca qəm-qüssədən bağrı çatdı. Nöqsan sifətlərdən münəzzəh olan Allahdan diləyirik. Bizi də, sizi də nemət üzündən azmayan, sonu bilinmədiyi üzündən Rəblərinin itaətində nöqsana yol verməyən, ölümdən sonra isə peşmançılığa, möhnətə, həsrətə düşməyən bəndələrdən etsin.